Hazırda sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdən birisi də autizm problemidir. Həkimlər, psixoloqlar, loqopedlər, korreksion təlimçilər, digər sahələrin mütəxəssisləri, hansı ki, bu problemlə məşğul olurlar, hər kəs valideynlərə məsləhət verir, izah eləyir, ya öz sahəsi ilə bağlı olan imkanlardan danışır. Əlbəttə, bu çox yaxşıdır, çünki valideynlərin maariflənilməsi çox vacib məsələdir. Digər istiqamətdə deyilən sözlər ailənin bu problemə qoşulması ilə bağlı çağırışlardır. Doğrudan da bu belədir. İstənilən halda uşaqlar ən güclü, ən peşəkar mərkəzlərdə, ən peşəkar mütəxəssislərin yanında olurlarsa belə, əgər ailə, xüsusilə ana uşağın problemini öyrənərək onun inkişafına, onun təliminə qoşulmursa, nəticələrin əldə olunması həm ləng gedəcək, həm də bir çox hallarda mümkünsüz olacaq. Amma burada başqa bir məsələ var. Yəni bu danışıqlar içərisində mənim diqqətimi cəlb eləyən məsələ istənilən halda bu problemin üst qatlardan, yəni amillərin təsiri ilə həll olunması ilə bağlı olan fikirlərdir. Yəni elə düşünülür ki, hər hansı bir hazırda əlimizdə olan istər ABA terapiya, istər şəkillərlə təlimlər, istər ən yeni sayılan floor time proqramı, yəni bunların hamısı uşaqda bir çox şeyləri dəyişdirir. Amma burada çox ciddi olan bir məsələ var. Əvvəlcə uşaqların imkanları təyin olunmalıdır. Hər hansı bir xəstəliyi müalicə eləməzdən əvvəl həkimlər onun etiologiyasını öyrənirlər, baş vermə səbəbləri, hardadır, hansı orqandadır, hansı hüceyrədədir, yəni bədən hansı nahiyəsindədir, psixologiya da belədir. Yəni autizm uşaqların səviyyəsini, yəni hansı dərəcədədir, hansı sahələrdə pozuntular var, bax bunların hamısını aşkar eləmək üçün ilk növbədə həm uşaqların fərdi quruluşunu, yəni fərdi potensialını, həmçinin də onun üzləşdiyi bu autizm spektr pozuntusunun özünün xarakterini öyrənmək lazım gəlir. Bu da çox çətin məsələdir. Ona görə çətindir ki, autizm hələ dünya elmi üçün sirli bir yerdir, sirli bir kitabdır, sirli bir sandıqçadır, mücrüdür, bilmirəm, adını nə istəyirsiniz qoyun. Ona görə ki, beyin mərkəzlərinin özünün aşkarlanması, baş verən proseslərin, emal proseslərinin gedişinin incələnməsi sayəsində hələ də bir çox şeylər psixologiya elminə, nevrologiya elminə, psixonevrologiya elminə məlum deyil, naməlum qalıbdır. Burada söhbət nədən gedir? Uşaqların emal proseslərinin pozulması bütövlükdə duyğulardan nitqə qədər, yəni təxəyyülə qədər, emosional iradi sahəyə qədər aralıq proseslərin özünün pozulmasına səbəb olur. Amma bəzən biz autizm uşaqlarda qəribə bir hallarla rastlaşırıq. Yəni onlarda bəzən qavramadığı, üzərində əməliyyat apara bilmədiyi, hafizəsində hələ onun obrazı olmadığı bir hansısa bir əməliyyatı icra edir. Yəni qavrama və hafizə emalından keçməyən bir nəticələr biz təxəyyüldə görə bilirik. Bu deməkdir ki, onun təxəyyülündə hazır proqramlar var. Yəni hardasa gördüyü obraz, hardasa eşitdiyi söz, kəlmə, hərəkəti bu təfəkkür öz-özünə emal eləyirmiş kimi görünür və bunu təxəyyülü ötürür və yaxud da təxəyyül özü bu analiz sintez proseslərini özü həll eləyir. Yəni bizim qarşımızda o qədər suallar yaranır ki, biz bu sualları cavablandırmaq üçün qalaq-qalaq kitablar oxumalı oluruq. Qavramada nə baş verir, hafizədə nə baş verir, uzun müddətli və işçi hafizə arasında əlaqələr necə qurulur, yaddaşda olan, yəni ambarda olan materiallar əməliyyat prosesinə necə gətirilir. Digər bir gizli qalan məsələ ümumiyyətlə bu normal uşaqlarda gedən əməliyyatlardır. Bu əməliyyatlardan onların apardığı əməliyyatların fərqlənməsidir. Qanuna uyğun şəkildə inkişaf edən uşaqlarda hər bir bacarıq hərəkətlər üzərində qurulur. O ən kiçik hərəkətləri yerinə yetirir. Bu hərəkətlər vərdişə çevrilir. Məsələn, yazı prosesini götürək. Məsələn, oxu prosesini götürək. Bu hərəkətlər əməliyyata çevrilir. Yəni artıq cümləni oxuya bildi. İndi mətn oxunmalıdır. Mətnin ardınca daha iri həcmli mətnlər oxunmalıdır. Bax bu cürə ardıcıllıqla gedir və bu ardıcıllıqda
bir əlaqə var, bir qanunyulluluq var, prosesdən prosesə, mərhələdən mərhələyə keçid var. Amma biz bəzən görürük ki, uşaqda bu hərəkətlər yoxdur, təkrarlar yoxdur, onları icra eləməkdə çətinlik var, amma uşaq hansısa bir əməliyyatı icra eləyir, hansısa bir konstruksiyanı qurur. Baxın, bu kimi suallar hələ də istər tibb elminə, istər psixologiya elminə o qədər məlum deyil. Məlum olan bir şey var. Bu uşaq əvvəllər bu proseslərlə üzləşib, onu ya izləyib, ya da yəni başqalarının xəbəri olmayıb, görməyiblər, bu prosesləri hansısa bir formada icra eləyib və yaxud da onun gördüyü, müşahidə elədiyi hərəkət, modellər onun şuuraltına köçürülüb və məqamı gələndə o modellər reallaşır. Bəzən yerində olmayan bir vəziyyətlərdə, bəzən heç hazırki situasiyaya aidiyyatı olmayan vəziyyətlərdə siz onlardan fikir, söz, nə zamansa baş vermiş bir hadisənin danışmasının şahidi ola bilirsiniz. Bax, bu mənada autizm uşaqların beyin prosesləri, orada gedən emal prosesləri hələ də bizə geniş şəkildə məlum deyil. Və elə düşünməyin ki, bu Azərbaycan tədqiqatçıları üçün, Azərbaycandakı mütəxəssislər üçün aydın deyil. Bu ümumiyyətlə dünya elmi üçün aydın deyil. Bu sahədə hər il minlərlə araşdırmalar aparılır. Ona görə də çalışmaq lazımdır. İlk növbədə uşağın koqnitiv sistemində, yəni onun dərk etmə sistemində vəziyyət aydınlaşsın. Necə qavrayır, necə yadında saxlayır, yaddaşında olan obrazları, hadisələri, bunların hamısını necə hərəkətlərinə gətirib istifadə eləyir və eləmir və təfəkkür əməliyyatları necə gedir, təxəyyülü hansı vəziyyətdədir. Yəni bunların hamısı üçün əlbəttə psixologiyanın dərinliklərini bilmək lazımdır. Koqnitiv psixologiya səviyyəsində bilmək lazımdır. Çünki koqnitiv psixologiyada bu proseslər arası əlaqələr daha geniş öyrənilir və daha yeni elmi faktlar burada verilir. Bu sahədə mən düşünürəm ki, bizim hər bir yəni mütəxəssisimizin məlumatı olmalıdır ki, uşağın ilk növbədə dəqiq təyinatı ilə məşğul olsunlar, dəqiq araşdırsınlar. Digər bir məsələ bizim bəzi mütəxəssislərimizin özlərinə aidiyyatı olmayan sahələrə müdaxilə eləmələridir. Kənardan baxanda yaxşı görünmür, kənardan baxanda çox qeyri-peşəkar görünür. Yəni özlərini belə həkimlərdən bilimli kimi göstərmək, başqalar sahənin mütəxəssislərinə aid olan sahələrin biricisi kimi göstərmək, bu əlbəttə peşəkarlara xas olan bir cəhət deyil. Mən çox istərdim ki, hər birimiz hələ öz sahəmizdə lazım olanları öyrənək, o sahə çərçivəsində biliklərimizi, bacarıqlarımızı dərinləşdirək, ucuz reklamlarla, ucuz şoularla, yəni özlərini hər gün, hər saat, hər yerdə mən varam, mən hamıdan yaxşıyam, mən daha çox bunu edə bilirəm, cavablandıra bilirəm deyərək deyil, sözün həqiqi mənasında etik mədəniyyətlə, peşəkar etikasına yaraşan tərzdə hərəkət eləsinlər, öyrənsinlər və tətbiq eləsinlər. Mən düşünürəm ki, belə peşəkarların sayı Azərbaycanda kifayət qədər var, amma onlar özlərini bax-bax şoumenlər kimi cəmiyyətə təqdim eləyə bilmirlər.